Salam əziz altıncılar, tarix sevərlər. Tarix ümumiyyətlə maraqlı fəndir, amma qədim dünyanın tarixi lap maraqlıdır. Artıq biz Misir mədəniyyəti, Şumerlər haqqında məlumata malikik. Şumerlərlə bağlı dərsin ikinci hissəsini, yəni Şumer mədəniyyətini sizə bu gün izah eləyəcəm. Elə dərsin qabağındakı açar sözlər var idi. Luqal, zikkurat, bax onlar məhz bu dərsdə öyrəniləcək. Uşaqlar, tövsiyəm var ki, sizə dərsi telefonla evinizdəki televizora ötürüb, orada daha geniş ekranda baxasınız, sanki maraqlı bir videoya baxırmış kimi. Onda sizə daha maraqlı olacaq bunu televizordan izləmək. Keçək dərsimizə. Şəhərlərin yaranması mədəniyyətin sürətli inkişafına təkan verdi. Şəhərlə kəndin ümumiyyətlə fərqi nələrdədir? Şəhərdə sənətkarlıq daha çox inkişaf eləyir. Şəhərdə memarlıq abidələri daha çoxdur. Kəndlə şəhərin fərqini yəqin ki, özünüz bilirsiniz. Elə şəhərlərin yaranması mədəniyyətin sürətli inkişafına təkan verdi. Şumerlər yazı materialı kimi iki çay arasında bol olan gildən istifadə edirdilər. Niyə gil bol idi? Özünüz də bilirsiniz ki, Dəcə və Fərat çayları geri çəkilərkən çoxlu gil təbəqəsi qoyurdu. Şumerlər həmən gildən lövhələr hazırlayırdı. Üzərində yazı yazırdılar. Yəni, insanların müxtəlif yazı vasitələri olub. Daşlar, gil lövhələr, papiruslar, daha sonra kağız kəşf olunub. Kağızı Çinlilər kəşf edib. Həmin gül lövhələrin üzərindəki yazılar Şumer cəmiyyətinin inkişaf yolunu izləməyə bizə imkan verir, tarixçilərə, arxeoloqlara. Bu vaxta qədər Şumerlərə məxsus minlərlə gil lövhələr tapılmışdı. Bu lövhələr Şumerlərin elmi, dünya görüşləri, ticarət müqavilələri, problemləri haqqında məlumat öyrənməyimizə yardım edir. Yazı. Ümumiyyətlə, bir xalqın inkişaf göstəricisi onun yazısının olmağındadır. Şumerlərdə yazı mədəniyyəti eramızdan əvvəl 4-cü minillikdə yaranmışdı. Şumerlər də Misirlilər kimi şəkli yazıdan, yəni piktoqrafik yazıdan istifadə edirdilər. Pikçə nədir ingilis dilində? Özünüz də bilirsiniz ki, şəkil deməkdir. Daha sonra isə Şumerlər yazı formasını dəyişdirdi. Çünki həmən gil lövhələr üzərində bu şəkilləri çəkmək nisbətən çətin idi. Ona görə də həmən şəkilli yazılar işarələrlə əvəz olundu və Şumerlər iki çay arasında mixi yazını yaratdılar. Mixi. İndi testlərdə sizə müqayisə kimi düşəcək ki, hieroqlif yazı kimə məxsusdur, mixi yazı kimə məxsusdur. İndidən yaddaşınızda saxlayın. Bu da görürsünüz yavaş-yavaş təkmilləşmiş formasıdır. Həmin o tutaq ki, dağ sözünün zamanla təkmilləşmiş formasıdır və yaxud da digər sözlərin. Təhsil. Dövlət inkişaf etdikcə dövlətin gəlirini, xərclərini, əhalinin sayını, vergiləri hesablamaq üçün müxtəlif vəzifələri təyin etmək üçün savadlı insanlar lazım gəlirdi. Savadlı insanlar. Buna görə bütün şəhər dövlətlərdə, mən şəhər dövlətlərini xatırlayıram, hansıları idi? Ur, Uruk, Kiş, Eredu və s. Hansı ki, bunlar hamısı Mesopotamiyada yerləşən şəhər dövlətləri idi. Buna görə də bütün şəhər dövlətlərdə məktəblər fəaliyyət göstərirdi. Məktəblərdə təhsil ödənişli idi və ancaq oğlanlar təhsil alırdı. Məktəblərə ustad adlanan şəxs başçılıq eləyirdi. Ustad məktəbin atası, şagirdlər isə məktəbin oğulları adlanırdı. Və dərslər ciddi nizam, intizamla keçirilirdi. Dərs günü uzun çəkmirdi. Məktəbdə şagirdlərə ilk növbədə yazmaq, oxumaq, hesablamaq öyrədilirdi. Uşaqlar, baxın əllərindəki o gil lövhələrə. Uşaqlar yumşaq gil üzərində yazmağı öyrənirdilər. Tapşırıqları yerinə yetirəndən sonra gili əzərək hamarlayırdılar və onu yeni lövhəyə çevirirdilər. Məktəblərdə divar lövhələrindən də istifadə olunurdu. Qazıntılar zamanı tapılan lövhələrdən məlum olur ki,
Burada müəllimlər riyazi cədvəllər, məsələ, misal topluları tərtib etmişdilər və şagirdlər isə onları həll edirdilər. Baxaq. Baxın. Riyazi hesablama aparılmış bir gil lövhə arxeoloqlar tərəfindən aşkarlanıb. Şumerlər bacarıqlı riyaziyyatçılar idi. Tez mən düşünürəm, Misirlilərdə hansı elm inkişaf etmişdi? Həndəsə elmi. Şumerlər 60-lıq sistemdə yaratmışdılar. İlk dəfə saatı 60 dəqiqəyə bölən məhz Şumerlər olub. Çevirə bilirsiniz ki, 360 dərəcədir. Bunu da ilk dəfə Şumerlər qeyd edib. Onlar astronomiya ilə də çox maraqlanırdılar. Astronomiya nədir? Səma cisimlərini öyrənən elm. Onlar gözlə gördükləri ulduzları müxtəlif bürclərə ayırırdılar. Şumer astronomları ay və günəş ilinə əsaslanan təqvimlər də düzəltmişdilər. İli aylara bölürdülər. Şumer astronomları ay tutulmasının vaxtını əvvəlcədən müəyyən edə bilirdilər. Memarlıq. Şumer memarlığında əsas yeri məbədlər, yəni dini mərkəzlər və saray tikilləri tuturdu. Şumer memarları çiy kərpicdən 3, 5, 7 mərtəbəli möhtəşəm ziqquratlar tikirdilər. Testdə düşəcək uşaqlar, yadda saxlayın. Demək, ehramlar Misirə aiddir, ziqquratlar isə Şumer xalqına aiddir. Bu məbədlər düzbucaqlı formada olsa da, yan divarları maili olurdu. Biraz da trapesiyaya bənzəyirdi. Məbədlərin yuxarısında yerləşən ibadət evindən astronomik müşahidələr aparmaq üçün istifadə olunurdu. Şumer heykəltaraşları daş və mərmərdən hökmdarların heykəllərini də düzəldirdilər. Baxaq bu ziqqurat məbədinə. Uruq məbədində tədqiqat aparan alimlər, yəni təbii ki, bu abidə indi qalmayıb, dağılıb. Amma alimlər aşkarlayıblar ki, burada kərpiclərin rəngi fərqlidir. Məsələn, 2-ci mərtəbəsində qara, 3-cü mərtəbəsində qırmızı, yuxarı mərtəbəsi göy, damı isə qızılı rəngdə idi. Görürsünüz? Rənglərə də fikir verirdilər. Bu, Şumerlərin dünyanın quruluşu haqqında təsəvvürlərindən irəli gəlirdi. Qara rəng yeraltı dünyanı, qırmızı torpağı, göy səmanı, qızılı isə günəşi bildirirdi. Sənətkarlıq. Şumer ustaları qəlib tökmə, lehimləmə və döymə üsullarından istifadə edirdilər. Bu sənətkarlar yüksək ustalıqla qızıl və gümüşdən müxtəlif əşyalar, möhürlər hazırlayırdılar. Baxın uşaqlar, biz buna metal işləmə deyirik də. Görün necə incə naxışlar var onun üzərində, ya da digərlərinin. Hətta bu da Şumerlərə məxsus musiqi aləti idi. Şumerlərdə hökmdarın xanımının geyimi idi. Lehimləmə də uşaqlar burada açıqlaması yazılıb. Metalları birləşdirmək üçün yapışdırıcı kimi qalay və digər maddələrdən istifadə olunmasıdır. Ədəbiyyat. Dastanlar şifahi xalq ədəbiyyatına məxsusdur və dildən dilə keçərək yayılır. Sonradan isə dastanlar bildiyiniz kimi yazıya alınıb. Dünya tarixində yazıya alınmış ilk dastan Gilgameş haqqında dastandır. Şumerlər yaradıb. Dastan hətta elə öz dövründə o qədər məşhurlaşdırmışdı ki, müxtəlif dillərə tərcümə olunmuşdu. Dünyanın su basması haqqında rəvayət ilk dəfə məhz bu dastanda öz əksini tapıb. Müasir dövrdə də dəfələrlə nəşr olunub, bir çox xalqların dilinə tərcümə olunub. Bəs bu dastanda, Gilgameş dastanında nə qeyd olunub? Dastanın mərkəzində insan və onun hissləri, həyəcanı, sevinci, kədəri dayanır. Dastanda dostluq, sədaqət, şəxsi şöhrət axtarışı, igidlik tərənnüm olunur. Şumerlərdə atalar sözü və məsəllər də var idi. Hətta onlar yazıya alırdılar onları. Təxminən 5000 il əvvəl yaranmasına baxmayaraq, Şumer ədəbiyyatında irəli sürülən fikirlər, arzu və ümidlər indiki dövrlə də səsləşir. Baxaq Şumerlərin atalar sözlərinə. Gümüşü çox olan xoşbəxt ola bilər, arpası çox olan xoşbəxt ola bilər. Ancaq heç nəyi olmayan insan daha rahat yatır.
Başçısız əskər, əkinçisiz tarlaya bənzəyir. Pislik etmə ki, qorxu içində yaşamayasan. Tanrın da var, hökmdarın da. Amma qorxun ən çox vergi məmurundadır. Aha, yəqin ki, siz özünüz də çoxlu atalar sözləri bilir və lazım gəldikcə yerində işlədirsiniz. Din. Şumerlər çox dindar idilər. Onlar öz tanrılarını 3 qismə bölürdülər. Aha, tanrıları. Demək, Şumerlərdə çox tanrılıq var idi. Göy səma, yer və yerin altında olanlara ayırırdılar. Yəni, bunların tanrıları göy, yer tanrısı və yeraltı tanrılar idi. An səmadan dünyanı idarə edirdi. Tanrılar da insanlar kimi Şumerlərdə kişi və qadın olurdu. Yəni, demək olar ki, əksər xalqlarda onların tanrıları kişi formasında təsvir olunub, amma Şumerlərdə qadın da olurdu. Məsələn, İnanna. Onlarda ilahə və bərəkət tanrısı sayılırdı. İki çay arası çox isti olduğundan Şumerlər tarlalarda çox zaman keçirirdilər. Onlar hətta gecələr ay işığında işləyirdilər istiyə görə. Buna görə onlar Aytin tanrısını sevir və ona xüsusi sitayiş edir, qurbanlar verirdilər. Demək, ən məşhur tanrılarından biri ay tanrısı idi. Digəri isə İnanna idi. Baxın, Şumerlər məbəddə. Onlar tanrıları üçün hədiyyələr gətirir, onlar üçün qurbanlar kəsirdilər. Evə tapşırıq olaraq uşaqlar bu mövzunu öyrənməyi verirəm sizə. Eyni zamanda həm də Misir, Şumer mövzusunu təkrarlayın ki, summativdə sizin üçün rahat olsun. Nəsə sualınız olsa, rəylərdə yaza bilərsiniz. Çalışın, kanalı paylaşın ki, bütün uşaqlar yararlana bilsin. Gələn dərslərdə görüşərik.